Bu gecə Real Madrid üçün sadəcə 2 xal itkisi olmadı. Bu demək olar ki, çempionluq ümidlərinə vurulan ən ağır zərbələrdən biri oldu. Real Betis qarşısında oyunun böyük hissəsində üstün görünən Madrid təmsilçisi 17-ci dəqiqədə üstünlüyü ələ aldı. Hər şey nəzarət altında kimi görünürdü. Amma futbolun ən sərt qaydası budur. Oyunu bitirməmisənsə heç nə qazanmayıbsan. 93-cü dəqiqədə gələn qol bütün planları alt-üst etdi. Storbellerin son anda vurduğu qolla hesabı bərabərləşdirdi və Madridin əllərindən qələbəni aldı. Bu nəticə ilə Real Madrid lider Barcelona ilə müqayisədə bir oyun artıq keçirməklə 8 xal geri düşdü. Əgər Barcelona növbəti maçını qazansa, fərq 11 xala qədər arta bilər. Mövsümün son 5 turu qaldığı halda bu demək olar ki, titula gedən yolu qaranlığa bürüyür. Ən düşündürücü məqam isə budur. Madrid son dövrlərdə sabitlikdən uzaqdır. Statistikaya görə komanda son 6 oyunun 5-də qələbə qazana bilməyib. Bu isə 2018-19 mövsümündən bəri ilk dəfədir. Bu artıq təsadüf deyil, bu böhranın siqnalıdır. Azarkeşlər üçün ən ağır hiss isə budur ki, belə böyük komanda maçı idarə etdiyi anda belə son saniyələrdə dağılır. Çempionluq uğrunda yarışda hər xal qızıl dəyərindədir. Və bu gecə itirilən 2 xal bəlkə də bütün mövsümün ən bahalı itkisi olacaq. İndi bütün gözlər növbəti böyük sınağa, mayın 10-da keçiriləcək El Clasico'ya çevrilib. Əgər Madrid orada möcüzə yaratmasa, bu gecə tarixə çempionluq ümidlərinin sındığı gecə kimi düşəcək. Futbol xəbərlərinin davamı üçün kanala abunə olmağı və şərh yazmağı unutmayın.